Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ve sellem ala nebina Muhammedin ve ala alihi ve men istenne bi sünnetihi ila yevmiddin. Allahümme allimna ma yenfa'una ve enfa'na bima allamtana. İnneke entel alimul hakim. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Değerli kardeşler, hoş gördük her birimizi yine. Allah şükürler olsun ki Allah Teala bizi müveffek eləyir. Bütün nimetler Allah'tandır. وَاَمَّا بِنِعْمَةِ رَبِّكْ فَحَدِّثْ Allah Teala buyurur ki Rabbimin nimetlerine geldikdə onlardan danış. Elhamdülillah biz de danışırız, zikr ki bu Allah'ın nimetidir. Allah bize nasip eləyib. Allah nasip etmeseydi bizde böyle bir nimetler olmazdı. Allah Teala bizim için artırsın ve sabit eləsin. Bizi şükür eləyən qullarından etsin Allah Teala. Deməli qardaşlar, 10 qayda kitabını oxumağa davam edirik, risaləsini, hansı ki qəlbin istiqamət üzərində olması hakkında bir kiçik risalədir. Biz gəldik çatdıq, buyurur ki müəllif, Aslul istiqamət istiqamətül qalb. Əslində istiqamət nədir? İstiqamət üzərində olmaq deyəndə müəllif buyurur ki, qəlbin istiqamət üzərində olmasıdır, yəni qəlbin doğru olmasıdır. Burada İmam Əhməddən rivayət gətirir və İmam Əhməd Musnədində rivayət edib Şeyx Albani silsilə sahihədə səhih deyib, buyurur ki, Enes İbni Malik, Allah ondan razı olsun, ennehu qale, yani Muhammed sallallahu aleyhi ve sellem buyurdu, la yestaqimu imanu abdin hatta yestaqima qalbuhu. Qulun imanı doğru olmaz, düzgün istiqamət üzərində olmaz, hətta qəlbi düzəlmədikcə, qəlbi istiqamət üzərində olmadıqca. Sonra şeyh buyurur ki, fəaslul istiqaməti istiqamətül qalb. İstiqamət deyəndə əsas söhbət gedir nədən? Qəlbin istiqamət, doğru olmasından. Fəl-qalbu idə saləhə istəqamə və istəqamə təbiəhul bədən. Əgər qəlb islah olsa, doğru olsa, bütün bədən ona tabi olacaq. Bütün bədən ona tabi olacaq. Və sonra burada gətirir ki, İbn-i Rəcəb Əl-Həmbəli rahiməhullah buyurur ki, fəaslul istiqaməti istiqamətül qalb alə təvhid. Həqiqi istiqamət qəlbin tövhid üzərində, yəni Allaha ibadət edib, ona heç bir şey şərik qoşmamaq üzərində doğru olmasıdır. Əsas budur. Sonra Abu Bakr As-Sıddiq, Sadiq Abu Bakr, yalan danışmayan, Muhammed sallallahu aleyhi ve sellemin daim yanında olan, təsəvvür eləyin, necə Muhammed sallallahu aleyhi ve sellemin yanındaydısa, 63 il Muhammed sallallahu aleyhi ve sellem yaşayıb, o da 63 il yaşadı. Birinci il Muhammed sallallahu aleyhi ve sellem dünyasını dəyişib, o da birinci il dünyasını dəyişdi. Muhammed sallallahu aleyhi ve sellem Ayşe anamızın evində dəfn olundu, elə Allah'tan onu da orada dəfn elədilər. Hara getdisə Muhammed sallallahu aleyhi ve sellem oradaydı. Sadiq Abu Bakr, Allah ondan razı olsun. Bu ayədə necə qeyd eləmişdi, əvvəldə buyurur ki, İnnellezine qalu rabbunallahu thumma istaqamu. O kəslər ki Rabbimiz Allah deyib, sonra doğru yolda olanlar, təfsirində nə demişdi? Bi ennehum lem yeltefitu ila gayrihi. Yəni doğru yolda olanlar Allah'tan qeyrisinə meyl etməzlər. Doğru yol üzərində nə sağa, nə sola meyl etmədən davam eləyərlər. Və sonra şeyh burada buyurur ki, fəmətə istəqaməl qalb, nə vaxt ki qəlb istiqamət üzərində doğru oldusa, Allah'ı tanıyacaq və Allah'tan qorxacaq, Allah'ı ucaldacaq, Allah'ın heybətini dərk eləyəcək, Allah'ı sevəcək, Allah'ın ondan nə istədiyini başa düşəcək, Allah'a ümid eləyəcək, həmçinin Allah Teala dua eləyəcək, təvəkkülü yalnız Allah'a olacaq. Fikir verin qardaşlar, bütün bu əzəmətli əməllər hamısı harda olur? Qəlbdə. Təvəkkül qəlbdə olur, ümid qəlbdə olur, qorxu qəlbdə olur. Bunlar hamısı insan qəlbində olur. İnsan bunları yaşamaq istəyirsə, gərək qəlbini daim nəzarətdə saxlasın. Ona görə Muhammed sallallahu aleyhi ve sellem deyərdi ki, qəlbimizdə olan iman köhnəlir, əynimizdə olan paltar kimi. Fəsəlullaha ən yücədidəl imanə fi qulubikum. Allah'tan istəyin ki, Allah qəlbimizdə olan imanı təzələsin. Yəni o zəifləsə dəyərli qardaşlar, bütün bu ibadətlərdə insan zəifləyir. Sonra buyurur ki, Allah'a təvəkkül eləyər və Allah'tan qeyri nə varsa hamısından üz döndərər.
Sonra buyurur ki, İstaqametil cevarih kulluha ala taatihi. Bu qəlbi ibadətlər, qəlbin səbəbi ilə islah olsa, əzaları da islah olacaq. Yəni Allaha itaətdə doğru olacaq. Yəni itaət eləyəcək Allah Taala'ya. Fə innəl qalb huve məlikul a'da. Çünki qəlb əzaların məliki, yəni padşahıdır, ağasıdır. Və hiyə cunuduhu. Əzalar qəlbin ordusundan sayılır. Fə idə istaqaməl məlik, padşah doğru yolda olsa, yəni qəlb doğru yolda olsa, istaqamət cunuduhu və rəayəhu. O padşahın əlinin altında olan riayət də, onun ordusu da doğru olar. Görün necə gözəl bənzətmədir. Həmçinin Muhammed sallallahu aleyhi ve sellemin hədisini gətirir. Hədis Nu'man ibn Bəşir radiyallahu anhudan gəlir. İmam Buxar və Müslim rivayət edib. Buyurur ki, Muhammed sallallahu aleyhi ve sellem Ələ və innə fil cəsədi mudğa. Bilin ki, bədəndə bir ət parçası var. İdə saləhət, əgər o salamat olsa, sağlam olsa, saləhəl cəsədi kulluhu. Bütün bədən də sağlam, salamat olacaq. Və idə fəsədət, əgər o ət parçası fəsad olsa, fəsədəl cəsədi kulluhu. Bütün bədən, cəsəd fəsad olacaq. Sonra Muhammed sallallahu aleyhi ve sellem deyir ki, Ələ və hiyəl qalb. Bilin ki, o qəlbdir. Yenə gördünüz, rahiməhullah danışır, deyir ki, qəlb bədəndə məlik rolunu oynayır, padşah. Əzalar da ona tabi olan ordusudur. Muhammed sallallahu aleyhi ve sellem də onu göstərir ki, o padşah qəlbdir. O gərək doğru olsun ki, cəsəd də doğru olsun. Sonra İbn-i Qeyyimin sözün gətirir. İbn-i Qeyyim buyurur ki, rahiməhullah, İğasətul Ləhfən min Məsaid-i Şeytan adlı kitabında buyurur ki, وَلَمَّا كَانَ الْقَلْبُ لِهَذِهِ الْأَعْضَاءِ كَالْمَلِكِ الْمُتَصَرِّفِ فِي الْجُنُودِ الَّذِي تَصْدُرُ كُلُّهَا عَنْ əmrihi. Yəni o zamankidir, yəni biz bilirik ki, biləndə ki, bu qəlb bədəndə bir məlik rolunu oynayır, padşah rolunu oynayır, hansı ki o padşah bütün əlinin altında olan ordunu idarə eləyir və onu istədiyi kimi istifadə eləyir. Onlar hər birisi onun qəhri, yəni qulluğu, xidməti altındadır. Və təktəsibu minhu əl-istiqamə və zeyl. Bu əzalar, bu ordu o başçıdan, o məlikdən təsirlənir. Və təttəbi'uhu fīmə yəqiduhu minəl əzmi və yəhillu. Nə deyirsə, nə istəyirsə o başçı, əzalar da, yəni ordu da ona tabi olur. Yəni bildirir ki, rahiməhullah, bu nəyə göstərir? Əgər o qəlb, o başçı islah olsa, doğru olsa, bütün bədəni hara yönəldəcək? Allaha itaətə, Allaha ibadətə yönəldəcək. İnşallah indi növbəti və ya irəliyən dəqiqələrdə Allahın izni ilə alimlərin qəlb barədə sözləri var, dəyərli qardaşlar. Vallahi hər birimizin qəlb daşıyan olduğumuza görə ehtiyacı var o sözlərə. Allah Teala deyir ki, Ləhum qulubun la yəfqahuna biha. Onların, Allah Teala cəhənnəm əhlindən danışanda deyir ki, onların qəlbləri var, amma dərk eləmirlər. Alimlər deyirlər ki, bu ayələr dəlildir ki, insan başa düşür qəlbi ilə. Gərək qəlbi elə saxlayasan ki, başa düşəsən Quranın, sünnənin mənalarını. Görsən, təkəbbürlük nəyə mani olur, qardaşlar? Kim deyə bilər? Təkəbbürlüyün ən böyük zərəri insana nədir? Əhsən, haqqı qəbul eləmir. Allah Teala buyurur ki, Səasrifu an əyətiyəl-ləzīnə yətəkəbbərunə fil-ardı biğayril-haqq. Yer üzərində haqsız olaraq təkəbbürlük eləyənləri ayələrimizi başa düşmədən yayındıracaq. Təkəbbürlü olsan, Allahın muradını anlaya bilmirsən, başa düşmürsən. Ona görə sələflər qəlbi məsələlərə üstünlük verirlər. Sonra burada müəllif gətirir ki, Allah Teala Quran-ı Kərimdə deməli, Allah Teala Quran-ı Kərimdə buyurur ki, يَوْمَ لَا يَنْفَعُ مَالٌ وَلَا بَنُونَ. O gün nə mal, nə oğul uşaq fayda verməyəcək, illə mən ətəllaha bi qalbin səlim. Yalnız salamat qəlblə gələndən başqa. Sonra burada buyurur ki, Muhammed sallallahu aleyhi və səlləmin dualarından idi ki, Allaha daim deyərdi ki, Allahümmə inni əsəlükə qalbən səlimə. Ey Rəbbim,
səndən salamat qəlb istəyirəm. Salamat qəlb, dəyərli qardaşlarım, İbnül Qayyim rahimehullah salamat qəlbdən danışanda görün nələr deyir. Buyurur ki, salamat qəlb o qəlbdir ki, huvəl-ləzi səlimə minəş-şirk. O qəlbdə şirk yoxdur. Şirkdən salamat qalıb. Vəl-ğil, kin yoxdur o qəlbdə. Mənim qəlbim təmizdir deyirlər, məsələn. Mən də ki, mən eyləmişəm. Həsəd eləyir, yəni qonşu nəsə bir irəli gedən kimi adam yata bilmir. Gecələr gözünə yuxu getmir. Amma danışanda məsələn deyir ki, mən eyləmişəm, mənim qəlbim təmizdir. Məsələn, elə adamlar baxsın, İslamın təmiz qəlb hesab elədiyi qəlb hansıdır, babı odur. Əsas babıdır. Belə olmasa sənə fayda verməyəcək. Buyurur ki, salamatdır şirkdən, salamatdır kindən, vəl-hiqd, qərəzli olmaqdan, vəl-həsəd, həsəd eləməkdən, vəş-şuh, tamahkarlıqdan, həddindən artıq tamahkarlıqdan. Normalda insanda tamah var. Həddi aşağında fəsad olur. Vəl-kibir, təkəbbürlükdən, və hubbud-dunya və-riyəsə, dünyanı sevməkdən və başçılığı sevməkdən salamat. Bir şey verin, hamımızda qəlb var, qardaşlar. Hamımızda qəlb var. Bu şeylərdən Allah qorusun, hansısa bizdə varsa, bu qəlbimizi ləkələndirir. İbn-i Teymiyyə rahiməhullah həsəddən danışandadır ki, mə xalə cəsədun min həsəd. Elə bir cəsəd, yəni elə bir insan yoxdur ki, onun qəlbində həsəd olmasın. Hamımızda həsəd var. Lakin onu necə uzaqlaşdıra bilərsən, onun torundan xilas ola bilərsən? İbn-i Teymiyyə deyir ki, vəl-kərim yuxfihi. Yaxşı adam hiss eləyəndə ki, özündə həsəd var, kiməsə həsəd eləyirsən, onu deyir gizlədir. Ondan Allaha sığınır. Şeytandandır da o. Həsədin əsli nədir, qardaşlar? Həsəd nə deməkdir? Yəni Allaha deyirsən ki, qısa olaraq sən niyə belə eləyirsən? Ona niyə vermirsən? O malı, o mülkü, o evladı, o elmi, o ucalığı, o hörməti nə üçün ona vermirsən? Həsəd bu deməkdir. Bu da şeytandandır. Bu sənə gəlsə, Allah Teala qayda öyrədib. Və immə yənzəğənnəkə minəş-şeytan nəzğun fəstəid billah. Birdən sənə şeytandan vəsvəsə gəlsə, ondan Allaha sığın. Görün, İbn-i Teymiyyə nədir? Sonra deyir ki, vələkinnəl-ləim, amma o pis insan, xəbis, o murdar insan, yubdi, o həsədi çıxardır üzə, bir uza verir. Hətta təsəvvür eləyin, gəlir deyir ki, bir-birinə deyir, üzünə deyir ki, həsəd eləmir, deyir, mən səni görəndə ki, sən irəliyirsən, mən onu qəbul eləyə bilmirəm. Allahu akbar. Ya Allah bundan qorusun, qardaşlar. Allah bundan qorusun bizi. Ona salamat qəlb deyəndə, belə qəlbə deyirlər, salamat qəlb. Qəlbdən bəzi sözlər var, qardaşlar, necə qeyd elədim əvvəldə. İnşallah bunları istəyirəm zikr eləyim. Allahdan istəyirəm ki, Allah Teala nəyi haqdan danışırıqsa, qardaşlarım, əməl eləməyi bizə nəsib etsin. Şərdən nəyi biliriksə, bilmiriksə, Allah Teala hamısından bizi qorusun. Allah Teala bizi danışdıqlarımızla imtihan eləməsin. Vallahi, bütün müvəffəqiyyət Allahdandır. Allah nəsib eləməsə, biz nə danışa bilərik, nə dini yaşaya bilərik, nə də şərlərdən çəkinə bilərik. Şeyx Muhammed İbn Salih Əl-Hüseymin rahim Allah buyurur ki, Əl-qalbul leyyin, gözəl, yumuşaq qəlb, o qəlbdir ki, yətəəssər fərəhən bi əyətil va'di. Allahın vəd verdiyi ayələr ki var, onları eşidəndə cənnət, Allahı görmək, cənnətin nemətləri və onun içində əbədi qalmaq. Bu kimi ayələri eşidəndə sevinir. Sonra buyurur ki, وَيَتَأَثَّرْ خَوْفًا وَهَرَبًا بِأَيَاتِ الْوَعِدِ. O ayələr ki, Allah Teala təhdid eləyib, şiddətli ayələr deyib, əbədi cəhənnəm deyib, fiddərkil əsfəli minən nar. Münafiqlər üçün nə deyir? Cəhənnəmin ən dərin yerində. İnsan nifaqı eşidəndə qorxur, həzər eləyir ondan. Yumuşaq qəlbli insan budur. Müjdə ayələrini eşidəndə sevinir, qorxu ayələri eşidəndə isə kədərlənir və ya qorxur. Sonra buyurur ki, başqa bir sözdə Şeyx Sədi, Şeyx Muhammed İbn Salih Əl-Hüseyminin müəllimidir. Allah hər ikisinə rəhmət etsin, buyurur ki, Ər-ruhu vəl-qalb bidun ruhir vahiy la yasluh və la yuflih. O qəlb və ruh ki, orada vəhyin ruhu yoxdur. Yəni, Quran sünnə o qəlbə, o ruha daxil olmayıbsa, onunla nicat tapacaq, nə də islah olacaq.
Başqa bir sözündə buyurur ki, Şeyx Sədi, "Əl-qalbu salahuhu və falahuhu və səadətuhu." Qəlbin islahı, onun nicat tapması, saadətə çatması bil inabəti ilallahi Teala fil məhəbbə. Allaha qayıtmaqdadır. Allaha qayıtmaqdadır. Necə? Allahı sevərək, qəlbini Allahın zikri ilə dolduraraq, Allahı daim tərif edib səna edərək və a'zamu ma yahsulu bi hadal maqsud, bütün bu məqsədlərə, yəni Allahı səna eləmək, qəlbi Allahın zikri ilə doldurmaq, Allaha sevgi ilə doldurmaq, bu şeyləri əldə eləmək olar hansı əməllə? Görün nəyə qeyd eləyir? As-salə, namaz qılmaqla. Namaz qılmadan qəlbim təmizdir. Namaz qılmadan bağışlayan Allah belə də bağışlayar. Vallahi bağışlamayacaq. Şirk üzərində ölsən, şirk üzərində ölsən bağışlamayacaq. Namaz qılmasan cəhənnəmə salmağını sən vəd eləyib. Yəni bir namazı tərk eləyənin uzun illər cəzasını deyib Muhammed sallallahu aleyhi ve sellem. Ömrü boyu namaz qılmayan. Fəvailun lil musallin əlləzinə hum an salatihim sahun. Namaz qılanlara vay olsun. Hansılar ki namazlarında səhlənkardılar. Hələ namaz qılanlaradır bu. Namaz qılmayanlar. Yəni nə düşünürsünüz? Yəni elə bilsən Allah səndən soruşmayacaq. Niyə namaz qılmadın? Niyə oruç tutmadın? Niyə qurbanlıq gələndə Allah üçün qurban kəsmədin? Hansı ki Allah bütün bunları eləməyə sənə fürsət verib, sənə vaxt verib. Yəni namaz qılmamaq dəyərli qardaşlar böyük bir günahdır. Böyük günahdır vallahi. Ağasına asi olmaqdır. Yəni Allahı saymamaqdır. Bundan böyük bir günah ola bilər. Buyurur ki rahiməhullah, namazdır. Namazın da həqiqəti nədir? Ennəhə silətun beynəl abdə və beynə rabbihi. Namaz qulla Allahın arasında bir bağlılıqdır. Bir vasitədir. Ona görə Muhammed sallallahu aleyhi ve sellem deyir ki, Əqrabu mə yəkunul abdu min rabbihi və huvə səcid. Qulun Allaha ən yaxın olan vaxtı namazın içində səcdədə olan vaxtıdır. Ona görə səcdədə çoxlu dua eləsin Allah Teala'ya. Sonra Şeyx Sədi başqa bir sözündə buyurur ki, Əl-qalbu sahih, sağlam qəlb, huvəl-ləzi arafəl-haqqa və-təbəə və arafəl-batilə və tərəkə. Sağlam qəlb o qəlbdir ki, haqqı bilib ona tabi olur, batili bilib ondan çəkinir. Sonra burada Muhammed Əmin Əş-Şinqiti rahiməhullah bilirsiniz, böyük alimlərdən olub, onun gözəl bir sözü var, buyurur ki, Əl-qalbu tayyib, təmiz, gözəl, saf qəlb o qəlbdir ki, İdə nəzələt aleyhi əmtarul Qur'an, ora Quranın yağışı yağanda, fikir verin, təmiz qəlb o qəlbdir ki, ora Quranın yağışı yağanda, Quranın yağışı da görün nəyə deyir? Zəvaciruhu və nəvahihi və məvaiduhu və halaluhu və haramuhu. Yəni Allahın əmir qadağaları, Allahın moizələri, halalı və haramı o qəlbə daxil olanda əsmara zəlikəl Qur'an fi zəlikəl qalb səmarat əhsən min səmaratil ardı tayyibə. Quranın yağışı ora yağanda gözəl bəhrələr bitirir. Hansı ki Allah Teala göydən endirdiyi yağışla o gözəl yerlərdə bitirdiyi səmərələr var ha. Onlardan da daha gözəl səmərələr bitirir. İnsanın qəlbində Quran-ı Kərimin yağışı. Və sözü uzundur şeyxin. Və sonra Şeyx Səd rahiməhullahın başqa bir sözündə o ayə ki Allah Teala Saffat surəsi 84-cü ayədə buyurur ki: "İz cəə rabbəhu bi qalbin səlim." İbrahim əleyhissalam üçün Allah Teala buyurur ki, o qəlbin Rəbbinə salamat qəlb ilə gəldi. Şeyx Səd buyurur ki, salamat qəlbdir, şirkdən, şübhələrdən. Sonra gözəl söz deyir qardaşlarım, diqqətli olun, baxın. "Vəş-şəhavatil mani'a min tasavvuril haqqi vəl-əməli bihi." Haqqı öyrənib ona əməl etməyə mane olan şəhvətlərdən salamatdır. Həqiqətən şəhvətlər insanı qəflətə salır. İnsanın gözünün nurunu öldürür. İnsanın qəlbini kilitləyir. Ora elm girmir. Başa düşmürsən, öyrənə bilmirsən. Görürsən, dəstəmaz alıb Quran-ı Kərimi 5 dəqiqə Quran oxumaq istəyəndə elədiyin günahlar qoymur. Gedmir. Vallahi gedmir.
nə dilin tutmur, nə də qəlbivə getmir. Çünki Allah Teala belə qoyub ki, asiliyi eləyənləri öz nurundan aralaşdırır. İmam Şafi nə deyir? Şəkəvtu ilə vaki'in su'ə hifzi. Yaddaşımın zəifliyindən Vaki ibn Cərrah rahiməhullah ona deyir, şikayət elədim ki, yaddaşım zəifdir. Bir səhifəni bir dəfəyə əzbərləyirdi. Bir də oxuyurdu belə, yadda saxlayırdı. Deyir ki, şikayət elədim Vakiyə yaddaşımın zəifliyindən fəarşədəni ilə tərkil məasi. Məni yönətdi hara? Asilikləri tərk eləməyə. Li'ənnəl ilmə nurun. Çünki elm nurdur. Və nurullahi lə yu'tali asi. Allahın nuru da asi adama, asi qula verilmir. Ona görə dəyərli qardaşlar, bunlar mühümdür. Allah Teala alimlərə rəhmət eləsin. Sonra şeyx buyurur ki, və idə kənəl qalbul abdi səlimən səlmə min kulli şərr. Qulun qəlbi salamat olsa bütün şərlərdən salamat olar. Və hasalə ləhu kullu xeyr. Bütün xeyirləri əldə eləyər. Və min sələmətihi. Onun qəlbinin salamatlığından da biri nədir? Səlimə min ğişşil xalqi və həsədihim. Məxluqata qarşı həsəddən və onlara ğışt eləməkdən salamatdır. Peyğəmbər sallallahu aleyhi ve sellem nə deyir? Mən ğaşşənə fəleysə minnə. Ğışt eləyən, yəni aldadan, hiylə quran bizdən deyil. Yəni bizim sünnəmiz və ya bizim yolumuz üzərində deyil. Həmçin Şeyx Səd rahiməhullah yenə buyurur ki, başqa bir sözündə Mən kənə səlimul qalb. O kəs ki, qəlbi salamatdır fə innəllaha teala qad yəhəbəhu. İncə bir dənə qardaşların fayda çıxardıb Allah şeyxə rəhm eləsin. Kimin ki, qəlbi salamatdır qad yəhəbəhu firasətən. Allah ona bir fərasət verəcək. Yərifu bihəl isim. O fərasəti ilə günahın nə olduğunu başa düşəcək. Həttə innə nəfsəhu la tatma'innu ləhu və la tərtəh. Eləyəndə əməli, onun günah olduğunu biləndən sonra heç vaxt onun qəlbi rahatlaşmaz. Qəlbi huzur tapmaz. Allah Teala Quranda deyir bunu. İn təttəqullahə yəcəəlləkum furqanə. Siz Allahdan qorxsanız, Allah sizə nə verər? Haqqı batildən ayırt edən bir dənə qabiliyyət. Allahu Akbar. Allah Teala başqa ayədə deyir ki, "Vettaqullah və yuallimukumullah." Allahdan qorxun, Allah sizə öyrətsin. Fikir verin qardaşlar. İstəyirsənsə elm öyrənmək, Allahdan qorx. Haqla batili bilmək istəyirsənsə, günahla itaəti ayırmaq istəyirsənsə, gərəkdir bunlara qəlbə əsasən fikir verəsən. Sonra buyurur ki, bu sahabələrdə olub, dəyərli qardaşlar. Sahabə gəlir Muhammed sallallahu aleyhi ve sellemin yanına. Gələndə Peyğəmbər sallallahu aleyhi ve sellem ona deyir ki, "Ci'tə təsəlu anil bir." Niyə gəlmisən? Gəlmisən soruşasan ki, yaxşı əməl nədir? Təqva, Allah qorxusu nədir? O da deyir ki, bəli ya Resulallah. Bəli. Muhammed sallallahu aleyhi ve sellem gör nə deyir ki, "İstəfti qalbək." Qəlbindən fətva al. Yəni ondan soruş. Hara yönətdi? Yaxşılığın yaxşılıq olmağını, günahın günah olmağını bilmək istəyirsənsə, istəfti qalbək. Qəlbivə sual ver. Ondan soruş. Yaxşı əməl odur kidir Muhammed sallallahu aleyhi ve sellem. Onu eləyəndə nəfsin də qəlbin də rahat olur. Günah əməl odur ki, onu eləyəndə içində bir dənə tərəddüd və narahatçılıq var. Elədir, elə deyil. Allah elədir. Kimsə halal pulu ilə, halal qazancı ilə gedib dükandan özün ehtiyacını alanda nəsə bir narahatçılıq keçirdir ki, birdən mənə kimsə görər, elə şey var, yoxdur. Necə Osman müəllim, Allah onu qorusun, dərslərdə bunu qeyd edir. Biz də inşallah ondan qeyd edirik ki, həm o qazansın, həm də biz. Kimsə gedəndə öz halal qazancı ilə nəsə almağa narahatdır, yox. Özünündür, heç kimdən də qorxusu, çəkinəcəyi yoxdur. Amma oğurluğa gedəndə gecə birdən görərlər, birdən belə olar, birdən tutarlar, cəza verirlər. Fikir versən, onu qəlbdir qardaşlarım. Əsas qəlbdir. Və sonra burada son olaraq dəyərli qardaşlarım, gözəl faydalardır bunlar. Şeyx Muhammed İbn Salih Əl-Üseyminin sonuncu bir sözünü oxuyum, inşallah bununla da kifayətlənək. Şeyx buyurur ki, Əl-qalb, qəlb, İdə rəəytəhu yətəəffər kulləmə əsa. Nə vaxt ki, günah eləyəndə təsirlənirsə günahdan, fəəhəssə bi zəmbi, hiss eləyir ki, o günahdır, və rəcaə ilallah,
və o səbəbdən Allaha qayıdıb tövbə eləyir və ənəbə ileyhi, qəlbi və bədəni ilə Allah Taalaya dönürsə və istəğfərə rabbəhu, Rəbbindən bağışlanma diləyirsə, fəələm ənnə qalbəkə hayyun, bil ki, sənin qəlbin salamatdır. Görün, bir dənə dəqiq fayda qeyd eləyəcək. Allah şeyxə rəhm etsin. Buyurur ki, li'annəl meyyit, çünki ölmüş bir adam, ləv ətəytəhu bişivazin min nərin və asabtə bihi cəsədə, sən bir dənə od parçası, yanan bir odu gətirsən, o meyyitin bədəninə onu vursan, o meyyitin bədəninə od parçasını vursan, fəhəl yətəəssər, onun cəsədi o od parçasından təsirlənər. Sonra buyurur ki, əbədən heç vaxt təsirlənmez. Çünki ölüb, meyitdir. Və lə yuhissu, hiss eləməz onu. Və l-hayyu yuhiss, hiss eləyən o odu, diri olan insandır. Diri olan insan hiss eləyəcək. Fəhəkəzəl qulub, bax qəlblər də belədir. Mətə əhəssət bil masiyə və tərəkət taə, nə vaxt ki asiliyi hiss elədi. Və yaxud da, nə vaxt ki asiliyi doldu onun qəlbinə, itaəti tərk elədi, o meyitdir. Nə vaxt ki bunun əksi, asiliyi bildi, ondan çəkindi, itaətlərə meyl elədi, bil kidir o qəlb, diri olan qəlbi. Allahdan istəyir ki, qardaşlarım, Allah Teala qəlbimizi oyaq etsin. Allah Teala qəlbimizi nurla doldursun. Allah Teala kimə nur verməzsə, onun nuru olmaz. Necə Allah Teala özü Nur surəsində deyir, Allahdan qəlbimizə geniş nur istəyirik. Allah Teala bizim bütün əzalarımızı nurlandırsın. Allah Subhanahu wa Ta'ala bizi günahdan uzaq eləsin. Günaha da bizdən uzaq eləsin. Allah Teala günaha düşməyin səbəblərindən bizi qorusun. Bütün xeyirlər Allahdandır. Xətaların hər birisi bizim nəfsimizdən və şeytandandır. Velhamdülillahi Rabbil alemin.